Salam yoldaşlar. Bu gün imtahanda keçirilmiş sualların izahını edəcəm. Deməli, 3-cü qrup A variantının suallarını izah edirəm. Başlayaq birinci sualdan. Deməli, deyir, hadisə nəticə əlaqəsi uyğunluq pozulmuşdur. Səhvi tapırıq. Şəki xanlığında Sənəb xanın hakimiyyətə gəlməsi, Şamaxı xanlığı uğrunda Qubalı Fətəli mübarizənin aparılması bu yanlışdır. Bu Hüseyn xan olmalıdır. Bir yanlış olduğu üçün cavabımızın biri olacaq. Bizdən yanlışları soruşur. Daha sonra Bayat savaşının baş verməsi 1748, Qubalı Fətəli xanın məğlub olaraq Salyan tərəf çəkilməsi bu yanlışdır. Bu da yanlışdır. Və 2 də cavabımız olacaq və 1-2 ilə başlayır cavablarımız. Onun üçün baxın A, D, B səhvdir. Gəncədə Cavad xanın hakimiyyətə gəlməsi 1786-da xanlığın müstəqilliyi möhkəmləndirilməsi bu doğrudur. Deməli 3 doğrudur, 3-ü çıxaraq cavab qalacaq C bəndi. 4. 1802-ci il Georgiyevsk müqaviləsinin imzalanması Rusiyanın müqaviləni imzalanan xanlıqlara verdiyi vədləri yerinə yetirməməsi. Xeyr, yetirmişdi. Bu da səhv olduğu üçün bu da doğrudur. Bəli, yerinə yetirmədi. Yəni hansısa vədlər vermişdi, bu vədləri yerinə yetirmirdi. Bu da doğru olduğu üçün bunu da çıxırıq və bir də cavabımız olacaq 5 səhvdir. Kürəkçay müqaviləsinin imzalanması Şəki xanlığının daxili müstəqilliyinin ləğv edilməsi. Bu da yanlışdır, çünki ləğv edilmirdi. Şəki 1805-də bu Kürəkçay müqaviləsi imzalanmışdı. 1819-cu ildə Şəki xanlığı ləğv edilmişdir. Onun üçün cavabımız olacaq C bəndi. Daha sonra 32-ci sual. Paleolit və mezolit dövrləri üçün oxşar xüsusiyyət, istehlak təsərrüfatının mövcud olması bu doğrudur, hər ikisində var idi. Qadınların cəmiyyətdə mühüm rol oynaması bu hər ikisində var idi və insanların mağaralarda məskunlaşması hər ikisində var idi. Mikrolat əməliyyatları sadəcə mezolit olduğu üçün səhvdir, 4-ü silərik, getdi. Bir də əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsi olması heç birinə aid deyil. Bu neolit dövrünə aid idi. 5-i də silərik, cavab qalanlar 1, 2, 3, C bəndi. Baharlı Cahanşahın uyğunluğu müəyyən et sualıdır. Baharlı Cahanşahın daxili və xarici siyasəti, yəni ölkənin içindədirsə daxili siyasət olacaq, ölkədən kənara çıxırsa xarici siyasətdir. Deməli, daxili siyasətinə baxırıq. Hərbi islahatın keçirilməsi bu doğrudur. 1-ə A-dır. 1-ə A ilə başladığı üçün C-ni istərəm, B-ni istərəm. Daha sonra hakimiyyətə qarşı qiyamın yatırılması doğrudur. Oğlanları 1459-da qiyam etmişdi, onları yatırmışdı. Biri olacaq A, B. C. Teymurilərlə müharibə aparmaq. Cahanşah Teymurilərlə müharibə aparmışdı. Amma bu onun nə idi? Xarici siyasətidir. Xarici siyasət olduğu üçün C də yanlışdır. Baxın, 1-ə C-ni də istərəm. 2 dənə variant qalır. Yarımköçəri əmirlərə qarşı mübarizə aparması bu da doğrudur. Cavab olur 1-ə A, B-dir. 2 dənə variant da qalır. Xarici siyasətinə baxaq. Herat sülhünün imzalanması doğrudur. 1459-da imzalanmışdı. A olacaq. Venesiya ilə hərbi ittifaqın bağlanması. Venesiya bilirik ki, ümumiyyətlə Qaraqoyun dövlətinə aid deyil, Ağqoyunluya aiddir. Onun üçün Y də yanlışdır. Cavablar D bəndi. Albaniyanın 6-cı əsrin ikinci yarısı. Bu testləri işləyənə demişdik ki, ikinci yarısıda isə 550 plus yazın və testi o formada işləyin. Aid olanlar. Mehranilər sülaləsi nümayəndələr tərəfindən idarə etməyə başlamışdı. 630. 7-ci əsrdə 1 getdi. 1 gedən kimi B ilə C getdi. Baxın. Əvvəlki testlər vardı, hansı ki izah edirdim sizlərə kömək etmək üçün. O testləri izah edəndə qayıtıb baxsaz görəsiniz ki, eyni bu formada işlədirdim testləri. B ilə C getdi. 2 yerli hökmdarlar tərəfindən idarə edilməsi. Bu da yanlışdır. Çünki bilirik ki, 510, 629 uzun müddətli mərzbanlıq dövrüdür. Onun üçün 2 də yanlışdır. 2 də getdi. Sasanilərin şimal canişinliyinin tərkibində olması bəli doğrudur. Cavab olacaq elə bir dənə 3 olacaq. Müsəlman olmayanlardan cizyə vergisini alması. Ümumiyyətlə ərəblər gəlməmişdi. Ərəblər olmayan dövrdə də müsəlmançılıqdan söhbət getmirdi. Bu da ərəblər dövrünə aiddir deyə bu 4-də silirik. Cavab olacaq A bəndi. Daha sonra 2-ci Dünya müharibəsində daxil olduqdan sonra ABŞ, 1941 dekabrdan sonra ABŞ, Lend-Liz qanununa aiddir. Müharibədən əvvəl idi. Atlantika xartiyası da əvvəl idi. 3 olacaq. Yaponiya qarşı hərbi əməliyyatlar, Midiya döyüşü 1942 olacaq. İkinci cəbhənin açılmasına iştirak etməsi bəli, bu da olacaq. Cavab olacaq nə? 3, 4, 5, D bəndi. Azərbaycan deyir ki, Respublikasının prezidenti Heydər Əliyev Avropa dövlətləri ilə münasibətlərə önəm verirdi. Avropanın ilk rəsmi səfəri zamanı aparılan danışıqlar nəticəsində ölkəmizin Avropa təhlükəsizlik sisteminə doğru ciddi şəkildə irəlilədi. Və doğruları bu mətnlə bağlı olan doğruları soruşur. 1990-cı ildə qəbul edilmiş Paris xartiyasının imzalanması. Deməli, bəli. Deyir ki, bu Paris xartiyasını 93-də imzaladıq, amma 90-cı ildə qəbul edilmişdi bu Paris xartiyasının imzalanması. 1 olacaq. Bir də ki, 2 olacaq. BMT nizamnaməsinə əməl edəcəyinin təsdiqlənməsi. Cavab olacaq nə? A bəndi. ATƏT-in Minsk qrupu bura aid deyil.
BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını Ermənistan tərəfindən işğal olunması ilə bağlı qətnamədə bura aid deyil. Yəni həmin dövrdə olmamışdır. Bu Paris Xartiyası ilə əlaqəsi yoxdur. Cavab olacaq 1-2 A bəndi. Daha sonra Manna hökmdarı ulusun Oalli üçün oxşar cəhət. Hər ikisi üçün oxşar cəhət soruşur. Deməli, bir dəqiqə üzr istəyirəm. Urartu tərəfindən işğal edilmiş Manna torpaqlarının qaytarılması bu yanlışdır. Bu Ulusun'a aid olsa da Oalliyə aid deyil. Burada elə kimin yazıbsa düz yazıb. Avstraliya İttifaqının bərpa edilməsi Ulusunu da bərpa etmişdi. Oalli də bərpa etmişdi və cavabımız olacaq elə B bəndi. 38-ci sual. Romada plebeylər patrislərin mübarizəsinin nəticələrindən biri. Deməli, burada nə var? B-ni yazıb. Plebeylər Roma ordusuna xidmət etmək hüququ əldə etdilər. Xeyr, onsuz da elə plebeylər xidmət edirlər. Bu səhvdir. Patrislərin dövlətin idarə edilməsinə plebeylərin iştirakına icazə vermədilər. Xeyr, icazə verirdilər. Patrislər hər xalq tribunu seçmək hüququ əldə etdilər. Onsuz da patrislər, hər şey patrislərin əlində idi. Bu qanunda plebeylərə nəsə verirdilər. Yəni patrislərə nəsə vermirdilər. Belə yadımızda saxlayaq ki, bu qanunda ancaq plebeylərə hansısa hüquqlar verildi. Burada D olacaq da. Plebeylər tam hüquqlu Roma vətəndaşı oldular. Patrislər dövlət torpaqlarından istifadə etmək hüququna məhrum edilər. Xeyr, belə bir şey mümkün deyil onsuz da. 39-cu sual. Süleymanın hakimiyyət dövrü üçün. Demişdik ki, bu hissədən sual düşəcək və düşdü də. Paytaxtın Ədirnəyə köçürülməsi Murada aiddir. Deyil. İspan donanmasının məğlubiyyətə uğradılması 1541 doğrudur. Səfəvi dövlətlə sülh 1555 Amasya doğrudur. Bolqarıstan tutulması 1396 İldırım Bəyazıt'a aid. Bu aid deyil. Moxas döyüşünə qələbə qazanması aid olacaq. Cavabımız olacaq nə? 2, 3, 5 D bəndi. Daha sonra 40-cı sual deyir ki, 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına əsasən uyğunluğu müəyyən edin. Qanunverici hakimiyyət, icra hakimiyyətinin işini yoxlama səlahiyyətinə malik olması bəli, doğrudur. Yuxarı palatanın nümayəndələri deyildi. Konqres adlaması bəli. Biri olacaq A-C, biri AC olanda deməli bir dənə variantda var, biri AC. Bir dənə variantda var. Deməli burada olacaq A bəndi. Digərlərinə baxaq. İcra hakimiyyəti, yəni prezident tərəfindən rəhbərlik edilməsi A-dır, 2A-dır. Rəhbərlik ömürlük. ABŞ-da ömürlük ümumiyyətlə ola bilməz. Tutaq ki, cavabı bilmiriksə də. Yəni ABŞ-da prezident ömürlük ola bilməz. Çünki ABŞ yarananı demokratik idi. Yəni 2-yə B-ni olanları silə bilərik. 2-də B-ləri silsək yenə görürsünüz ki, yəni cavabın çox hissəsini belə ala bilərik. D ilə C gedər. 1-də də B-ni silsək Y gedər. 2 dənə cavab qalar yenə. Məhkəmə hakimiyyəti qanunların konstitusiyaya uyğunluğuna nəzarət edirdi. 3-ə A olacaq. Rəhbərinin birbaşa xalq tərəfindən seçilən nümayəndə olması. Xeyr, xalq tərəfindən seçilmirdi. Konqres irəli sürürdü, prezidentə təyin edirdi, təsdiqləyirdi. Deməli, 1-ə AC, 2-ə A, 3-ə A cavab olacaq A bəndi. Deyək ki, xəritədə ştrixlənmiş ərazidə mövcud olmuş Azərbaycan dövləti. Bu ərazi hansı dövlətdən söhbət edir? Bu Şəddad dövlətinin ərazisidir. Baxın, fikir verirsinizsə, bu Araz çayıdır. Araz çayından şimalda yerləşir. Bu Kür çayıdır. Kür çayından bu hissədən desəydi, söhbət bu hissədən geçsəydi, bu olardı Şirvanşahlar dövləti. Amma biz indi nəyi axtarırıq? Şəddad dövlətinə aid olanı axtarırıq. Sacilər sülaləsindən Saclərdən asılı ola bilməz Şəddadlar. Çünki Sacilər 941-də süqut edib. Salarilər dövlətindən müəyyən müddət asılı ola bilər. Heç onu da götürmür asılı olması səsində. A ümumiyyətlə yanlışdır. Oğuz türkləri ilə ittifaqda Bizans, erməni və gürcü feodallarına qarşı mübarizə aparması. Bəli, bu olacaq cavabımız. Slavyanların yürüşlərinin nəticəsində paytaxtın böyük dağıntıların məruz qalması aid deyil buna. Eramızın əvvəlində Parfiya arşakları tərəfindən bu Şirvanşahlar desəydi götürə bilərdik. Şamaxıda çoxlu qətllər törətmişdi Slavyanlar 1030-cu illərdə. Eramızın əvvəlində Parfiya arşakları tərəfindən işğal olunması bu da deyil, bu əraziyə. İskit padşahlığı ilə ittifaqda bu İskitlərdən də burada söhbət edəmə. Cavab olacaq B bəndi. Daha sonra 17-ci əsrin 2-ci yarısı Azərbaycan dövlət idarəsində iştirak etmiş vəzifəli şəxslər sırasına daxildir. Burada biri Sancaq bəydir, aid deyil. Bir də Noyon da aid olmayacaq. 1 ilə 4 aid olmayacaq. Cavab olacaq nə? Y bəndi. Bəylərbəyi, Vəzir Qolbəyi də var idi bilirik. Demək 42-də nə olacaq? Olacaq cavab Y bəndi. 43-cü sual. Deyir ki, 70-ci il kəndli islahatından fərqli olaraq 47-ci il deyir ki, Şimali Azərbaycanda keçirilən 1870-ci il kəndli islahatı 1847-ci il kəndli əsasnamələrindən fərqli olaraq dövlət kəndlərinə aid edilməmişdir. Onsuz da bu heç biri aid edilməmişdir. Yəni bu oxşar xüsusiyyətdir, fərqli deyil. Biri silərik, A gedər, D gedər.
Feodal asıl münasibətlərə güclü zərbə vurdu. Bəli, bizə 1870-ə aid olan tapmalıyıq da, çünki bunun fərqini soruşur. Malcayat vergisinin ödənilməsi nəzərdə tutulurdu. Bu da oxşardır. Bu da üstə gedər. 3 də silərik. 2-4 ya da 2-5 olacaq da. Kəndlilərin öz pay torpağından satın alıb öz mülkiyyətinə keçmək hüququ verilmişdi. Bəli, 70-də verilmişdi, amma 47-də belə bir şey yoxdur. Onun üçün cavab olacaq 2-4. 5-də niyə olmur? 5-də deyir ki, kəndlilərə yararlı torpaq payının ayrılması nəzərdə tutulurdu. Bu hər ikisinə oxşardır. Oxşar olduğuna görə 5-i də götürmür. Fransa krallığı. Deməli, İngiltərə nədir? Krallığı 1, 2, 3. Böyük azadlıqlar xatirəsində imzalanması. Bu birbaşa aiddir, nəyə İngiltərəyə aiddir? A olacaq. Deməli 2-yə A olacaq. Sərhəd yürüşlərində iştirak etməsi, hər ikisi iştirak etmişdi sərhəd yürüşünü. 3-ə olacaq B. Azincourt döyüşündə qalib gəlməsi, bu olacaq İngiltərə krallığına aid olacaq 1415-də. 100 illik müharibədə iştirak etməsi hər ikisinə aid olacaq. 1 B-dir. Baxın, bir dənə bunun 1 B-D olduğunu bilsək, cavabı çıxır da ortaya. Cavab olacaq nə? D bəndi. 100 illik müharibədə iştirak etməsi bura aiddir. Jaklar üsyanının baş verməsi də Fransaya aiddir. Yəni elə də çox çətin suallar düşməyib. Yəni yazılan suallardır. Ərəb xilafəti və Böyük Səlcuq tarixlərinə aid ümumi cəhətdə Azərbaycanın özünə tabe etmələri oxşar. İçinə hərbi yürüş aid deyil. Ərəbə aid olsa da Səlcuqa aid deyil. Qərbi Avropaya hərbi yürüş deməli aid oxşar deyil. Xidmətə görə iqta verilməsi aiddir. Cavab olacaq 1-4 nə? Y bəndi. Birinci Dünya müharibəsi, Birinci Dünya müharibəsi. Baxın, test işləyəndə, əgər kanalımı izləyirsinizsə, görürsünüz. Test işləyəndə yazın mütləq. 14-18. Yox, Pişəvəri 45-dir, getdi. Milli hökumətin süqut etməsi 1920-dir. Və yaxud da ki, birincini soruşursa, Xiyabani 20-də süqut etmişdi. Onda Birinci Dünya müharibəsindən söhbət edəməz. Burada cavab B olacaq. 1917-də rəhbərlik etdiyi ADP-nin yaranması. Xiyabani rəhbərliyi ilə milli hökumətin yaranması 1920-dir. Bu milli hökumətin süqutu da 1920-dir. Ayı öyrənməyə ehtiyac yoxdur. Abituriyentlər üçün bu hissədə ayı öyrənməyə ehtiyac yoxdur. Azər hərəkatının baş verməsi 1945-in dekabrıdır. Yenə də ayı öyrənməyə ehtiyac yoxdur. 45 olsa bilsəz bəs eləyir. Bu da düşmür. Cavab olacaq nə? B bəndi. Şimali Azərbaycanda terrorizmə qarşı əhalinin kütləvi çıxışlarının qarşısını almaq üçün 19-cu əsrin 40-cı illərin ikinci yarısında görülmüş tədbirlərə aiddir. Deməli, əhalinin kütləvi çıxışlarının qarşısını almaq üçün burada mülkədarlar kəndlər üzərində polis məhkəmə hüquqiyyətini ləğv etməsi xeyr. Nəsə ləğv etmək deyildi burada. Deməli, baxaq cavablara. Deməli, dövlət kəndləri torpaq mülkiyyət hüququnun təsdiq edilməsi, torpaqların kəndlərə irsi verilməsi xeyr deyildi. Kəndlərin şəxsi asılılığının təsdiq edilməsi və sahibkar kəndlərə köçmək hüququnun məhdudlaşması xeyr, bu da deyildi. Burada Y bənd olacaq. Ali Müsəlman Silkinin torpaq üzərində irsi mülkiyyət hüququnun təsdiq edilməsi 1846-cı reskriptinə əsasən. Deməli 48-ci sual. Xəritədə göstərilən ərazimiz Xocavənd ərazisidir. Ulduzla işarələnmiş ərazi Xocavənd ərazisidir. 2024-cü il dövlət başçısının prezident seçkilərində səs vermədə iştirak etməsi yanlışdır. Bu Xankəndidə səs vermişdi. İlham Əliyev. Biri yanlışdır. Onun üçün 20 noyabr bəyanatına əsasən rayon mərkəzinin azad edilmişdir. Üzr istəyirəm. 10 noyabr bəyanatına əsasən rayon mərkəzi azad edilmişdir. Xeyr, bu da yanlışdır. Bu nədir? Sentyabr döyüşlərində, 2023 sentyabr döyüşlərində azad olmuşdu Xocavənd. Antiterror əməliyyatları ərəfəsində Azərbaycan sülh məramlı kontingenti yerləşirdi. Yəni Rusiyanın kontingenti yerləşirdi. 3 doğrudur. Alban memarlıq abidəsi yerləşir. Doğrudur. 3-4 olacaq. Cavab olacaq C bəndi. Bizans dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətdə birinci götürüşlə Sasanilərlə müharibə aparması oxşardır. Xalqların böyük köç dövründə yaranması doğrudur. Bu da doğrudur. Deməli, biri olacaq AB, biri AB, bir dənə variantda var C-dir. Çin silahı salması yanlışdır. Bizans Çin silahı salmamışdır. C yanlışdır. C-nin yanlış olduğunu bilsək, A-nın C-ni istərik, B-ni də istərik. Biri AB olduğunu bilsək, cavab çıxır zaten. Axund dövlətindən Bizansın oxşar xüsusiyyətlərini baxarıq. Yenə BC olacaq, göytüşlərin hücumuna məruz qalması və 4-cü əsrdə yaranmışdır. Hər ikisi də Axundda 4-cü əsrdə, Bizansda 395 4-cü əsrdə yaranmışdır. Albaniyada aid olacaq nə? Birdək A olacaq. Rəşidi xələflərinin qoşunlarına qarşı mübarizə aparması. Həm Bizans, həm də Albaniya mübarizə aparmışdır. Deməli, daha sonra 50-ci sualda uyğunluğu müəyyən edin. 50-ci illər və 60-cı illər Azərbaycan SSR-də konstitusiyanın qəbul edilməsi 50-ci ildə konstitusiya yoxdur. Onun üçün A yanlışdır, C yanlış olar, Y yanlış olar. Kartoçka sisteminin ləğv edilməsi 1947-dir. Bu da düşmür. Ermənistan yaşayan Azərbaycanlıların Azərbaycana
məcburi köçürülməsinin davam etdirilməsi, bəli, 1 C-dir. Milli Azərbaycan qərargahının yaradılması 1962-dir. A olacaq, cavab olacaq nə? D bəndi. İcbari olan iş təhsilinin tətbiq edilməsi 1966-dır. Bu da doğrudur. Dövlət dilinin Azərbaycan dili olması haqqında konstitusiyaya maddə əlavə olunması 1955-ci illərdir. İmam Mustafayevin dövrü. Onun üçün bu da yanlışdır. Eldəniz hökmdarı Qızıl Arslanın fəaliyyəti üçün xarakterik deyil. Burada nə olacaq? Paytaxtın Həmədan şəhərinə köçürülməsi Məhəmməd Cahan Pəhləvandır. Həmədan vuruşmasına qalib gəlmişdi, bəli, 1190-da. Siyasi vəziyyət möhkəmlənmişdi, bu aiddir. Şirvanşahların asılı yenində vasalasının saxlanması olmuşdur. Mərkəzi hakimiyyətə qarşı istəməyən feodallara qarşı mübarizə aparmışdı, bəli, aparmışdı. Cavab olacaq Y bəndi. 13-cü əsrdə Azərbaycan şəhərləri 1 Dərbənddir, 3 Şamaxıdır, 2 də Təbriz şəhəridir. Səlcuqluların hücumuna məruz qalması. Baxın, 13-cü əsrdə Səlcuqlulardan söhbət edə bilər. Səlcuq dövləti ümumiyyətlə 1157-də vəssalam getdi, süquta uğradı. Onun üçün birdən A olanları silərik. Daha doğrusu bütün variantlarda olan, belə deyək də, A-ları silərik. Bütün variantlarda olan A-ları silərik. Bu gedir. Cavab elə düzgün cavab çıxır. Test işləyənə deyirik ki, imtahanlarda bu cür suallar düşür. Bir dənə variantı silməklə cavabı çıxır. Çünki Səlcuqlarla Azərbaycan şəhərlərinin 13-cü əsrdə nəsə bir əlaqəsi ola bilməz. 1225-ci ildə Cəlaləddin Ordusu tərəfindən tutulan şəhər nə olacaq? Təbriz. Cəlaləddin tərəfindən tutuldu, Dənizlər dövləti süqut etdi. Bu 2-yə olacaq nə? B. Daha sonra deməli 1-ə olacaq D. D nədir? Monqollar tərəfindən tutulması da Azərbaycan işğalı tamamilə başa çatdı. Dərbənd olacaq. 1-ə D olacaq. Deməli 3-ə də olacaq nə? C olacaq. Monqolların birinci yürüşü zamanı dağıdılmışdı. Şamaxı şəhəri dağıdılmışdı. Monqolların birinci yürüşü zamanı. Daha sonra deyir AXC. Keçdik açıq suallara. AXC Tiflis və Bakı dövlətləri üçün ümumi cəhətlər. Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi doğru. Qanunverici orqanın parlament Tiflisdə ola bilməz, ancaq Bakı dövrünədir. Qonşu dövlətlərlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması doğrudur. Tiflis dövründə Osmanlı ilə, Bakı dövründə Gürcüstanla deyə bilərik və yaxud da İtaliya ilə 1920-ci il fevral deyə bilərik. Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi bu doğru. Xoyski Tiflisdə birinci hökuməti, Bakıda da üçüncü hökuməti təşkil etmişdi. Hökumətin qanunverici səlahiyyətə malik olması, hökumətinin qanunverici səlahiyyətə malik olması deyil. Cavab olacaq nə? 1, 3 və 4 olacaq. Daha sonra 54-cü sual. Aleksandr və Nikolayın fəaliyyətinə ümumi cəhət. 1 doğrudur. Fransız ordusuna müharibə aparmışdı. Aleksandr aparmışdı Borodina döyüşündə. Napolyon aparmışdı. Nikolay aparmışdı deyə bilərik ki, Krım müharibəsində. Bir də burada nə olacaq? Qacarlar dövlətindən mübarizə aparması 2 olacaq. 1-2 olacaq. Hər ikisi də Qacarlarla müharibə aparmışdı. Aleksandr 1-ci Rus-Qacar müharibəsində, Nikolay isə 2-ci Rus-Qacar müharibəsində mübarizə aparmışdı. 55-ci sual. Qızıl Ordu dövlətinin İslam dininin rəsmi din elan olunması təxminən 1320-ci illər götürə bilərik bunu Özbəkxanın dövründə. Qızıl Ordu xanı Əhməd xanın yürüş etməsi 1480-dir, uğura görüşü. Qızıl Ordu dövləti Hülakülər arasında müharibələrin başlanması demişdik 1260-da təxminən Hülakü xanın dövründə başlamışdı. Təbriz şəhərinin Toxtamış qoşunları tərəfindən tutulması 1385-dir. Baxın, birinci 3 olacaq. 3 olacaq. Sonra nə olacaq? 1 olacaq. Sonra 4 olacaq, sonra 2 olacaq. Bu da çətin sual deyil yoldaşlar, yəni asan sualımızdır. Mədəniyyətə aid olan bir sual gəlib. Həsən bəy Rumlu 15 yox 16-cı əsrdə səhvdir. İskəndər bəy Münşi doğrudur. Abbasın yürüşlərində iştirak etmişdi. Nədir? Məhəmməd Tahir Vahid deməli Şah Abbasın vəziri olmuşdu. Bu da doğrudur. Kəmaləddin Behzət, Marağa Rəsədxanası Kəmaləddin Behzət yox. Nədir? Qiyasəddin Mənsur idi. Onun üçün 4-də yanlışdır. Cavab olacaq nə? 2 və 3. 57-ci sual. Deməli uyğunluğu müəyyən edin. Məhəmməd Xudabəndi Azərbaycan bəylərbəyinin yaradılması Abbasa aiddir. Birbaşa cavab yazacaq 593. Niyazabad döyüşü getdi nəyə? Məhəmməd Xudabəndiyə getdi. Xorasanın geri qaytarılması nəyə? Kimə aiddir? Abbasa aiddir. 599. Molla Həsənin döyüşündə Krım xanının ordusunun məğlub edilməsi Məhəmməd Xudabəndiyə aiddir. D olacaq. Osmanlı hökmdarı 2-ci Bəyazıdın Səfəvi dövlətində dostluq əlaqələri saxlaması heç birinə aiddir. Bu Şah İsmayılın dövrünə aid olacaq. Daha sonra deməli situasiya sualı 1970-ci illərdə ərəb ölkələrinin yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibəyə başladılar. Neftin qiymətini 4 dəfə artırdılar və dünyada iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərə danışıqlara getməyə məcbur etdi və onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istədilər.
İsrail və müttəfiqlər bu məqsədi Camp David imzalanmış sazişdə həyata keçirməyə nail oldular. Bu Ərəb-İsrail 3-cü Ərəb-İsrail müharibələrinin yekunlarına həsr olunmuş bir situasiya sualıdır. Baxaq suallara. Deyək ki, mənbədə bəhs olunan müharibənin başlamaqda ərəb ölkələrinin məqsədləri nə idi? Deməli, burada əsas məqsəd nə idi? Əsas məqsəd itirilmiş torpaqları geri qaytarmaq. Hansı ki 60-cı illərdə baxın bu formada yazmalıydınız. 1967-ci ildə itirilmiş torpaqları geri qaytarmaq. Məqsədlər bu idi əsas. 59-cu sual deyir ki, bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi amilini yazın. Bunun siyasi amili nə idi? Deməli, müharibədə SSR Ərəb ölkələrinin tərəfini tuturdu, ABŞ isə İsrailin tərəfini tuturdu. Bu bunun siyasi amilidir. İqtisadi amili isə Ərəb ölkələri müharibə zamanı neftin qiymətini qaldırdılar. Bu da neft şokuna gətirib çıxardı. Daha sonra haqqında bəhs edilən sazişi Misir dövləti üçün 2 nəticəsini yazın. Misir dövləti İsraili müstəqil dövlət kimi tanıdı və Misir Sinan yarımadasını İsrail Sinan yarımadasını Misirə qaytardı. Bu deməli birincisi Misirin İsraili müstəqil dövlət kimi tanınması Misirə aid olmayacaq. Burada birincisini yazmalıyıq, Sinan yarımadasının Misirə qaytarılması. Bir də ki, bu müqavilədən sonra ərəb dövlətlərinin narazılığına səbəb olur və ərəb dövlətləri Misirlə